Əvvəllər uzun müddət rahat bir şəkildə kitab oxuya bilirdin, müəyyən bir işlə məşğul ola bilirdin, dərs oxuya bilirdin, fəaliyyətlərlə məşğul ola bilirdin. Ancaq son zamanlarda, son vaxtlarda uzun müddət sosial şəbəkələrə, TikToka, Instagrama baxdığın üçün sən bunları məşğul ola bilmirsən. Bunlara baxdıqda, oxuduqda, elədikdə səndə bir sıxıntılar, darıxmalar gəlir. İnsanların çoxsu düşünür, görəsən niyə belə olmuşam? Niyə bu narahatçılıqlar yaranıb məndə? Niyə əvvəlki kimi həmin fəaliyyətlərlə indi məşğul ola bilmirəm? Mətbəxdə bir yemək bişirirsən, həmən bir telefona götürüb sosial şəbəkələrdən istifadə edirsən. Instagrama baxırsan, TikToka baxırsan, digər sosial şəbəkələrə baxırsan. Bu niyə belədir? Bu bizim dopamin sistemimizlə bağlıdır. Bizim beynimizdə dopamin adlı bir maddə sintez olunur. Bizə motivasiya verir. Bu nə zaman sintez olunur? Bu o vaxt sintez olunur ki, biz nəsə bir yaxşı şeylərlə nəticələndikdə və fərqli bir şeylər olduqda gördükdə. Biz bu sosial şəbəkələrin hər birini də bu dopaminə bağlı quraşdırıblar. Yəni bizim beynimiz nəsə hər dəfə statuslar orada dəyişdikdə, yaxud da ki, qısa videolar dəyişdikdə biz onlara baxırıq və beynimiz fərqli yeni bir şeylər görür. Bu zaman bir miqdar dopamin sintez olunur. Biz kitab oxuduqda isə və yaxud da elmi fəaliyyətlə məşğul olduqda, dərs oxuduqda, müəyyən bir fəaliyyətlə məşğul olduqda bu dopamin ilk əvvəldə sintez olunur və sonradan azalır. Buna görə bizim əvvəl həvəslə başlayırıq, sonra motivasiyamız qalmadığı üçün həvəslənib darıxma sıxıntılar gəlir. Lakin bu sosial şəbəkələrdə hər dəfə telefonun ekranını fırlatdıqda bir qədər dopamin sintez olunur. Bu bizə yeni bir buna baxmaq üçün həvəs, maraq yaradır. Bəzən biz buna saatlarla 10-15 saata kimi biz oyun oynaya bilirik, telefonla, ya kompüterlə, sosial şəbəkələrə baxa bilərik və yorulmuruq da bundan. İlk vaxtlarda, lakin bundan uzaqlaşdıqda bayaq da ki, narahatçılıq başlayır, gərgin olmağa başlayırıq, əfəryamız aşağı düşür, içimizdə bir boşluq yaranır, sıxılırıq, nə edəcəyimizi bilmirik. Biz bundan asılı kimi oluruq. İlk vaxtlarda niyə belə yaranır? Müəyyən bir dopamin çox sintez olunduqdan sonra bizim beynimizdə iki proses gedir. Bu hansı proseslərdir? İlk növbədə dopamin miqdarı artdığına görə reseptorlardan, yəni dopamin qəbul edən reseptorlar biraz belə desək tutulan kimi olurlar və ya azalırlar. Bizim beynimizdə iki proses gedir bu zaman. Ya dopaminin miqdarı azalır və yaxud da ki, dopamini qəbul edən, hiss edən reseptorların miqdarında azalmalar yaranır. Bu isə bizə bu narahatçılıqları, bayaq dediyim narahatçılıqları, əfəryənin aşağı olması, həvəssizlik, boşluqda hiss olma kimi narahatçılıqları yaradır. Bununla əlaqədar bunlardan biz özümüzü uzaq durmağımızı məqsədə uyğun hesab edirik.